Salam, axşamınız xeyir olsun. Çox dəyərli müəllimlərimiz. Ekran paylaşaq. Yaxşı, yallah bismillah. Deməli, müəllimlərimiz belə bir sualla başlayaq. Müəllim nə yazdı? Əli bəy. Deyir ki, A, B və C bir-birindən fərqli rəqəmdir. Bir-birindən fərqli rəqəmlərdir. Sonra deyir ki, A vuraq B bərabərdir C olarsa, A üstəgələk B üstəgələk C. Bu cəm neçə fərqli qiymət ala bilər? Bu cəm neçə fərqli qiymət ala bilər? Deməli, hardan başlaya bilərik? Birincisi, sualımızın şərtində nədir? A'mız var, B'miz var, C'miz var. Bir də bu qıraqda A üstəgələk B üstəgələk C cəmimiz var. Sonra mən A, B, C rəqəm olduğunu bilirəmsə və A-nı da B-yə vuranda C eləməlidir. Yəni A-nı B-yə vuranda bu eləməlidir. Nə ola bilər? 1 versəm avtomatik B ilə C bərabər olacaqdır və bir-birindən fərqli olduğuna görə demək A-ya 1 verə bilməyəcəyik. O zaman 2 versək nə olar? 2 versək, bu 2 olsa, bu 3 ola bilər. 2-ni də 3-ə vuranda bu 6 ola bilər. Düzdür? Sonra nə ola bilər? Buna 2 desəm, bu 4 olsa, 2-ni 4-ə vuranda 8 ola bilər. Bu da ödəyəcək. Sonra nə ola bilər? Və salam da başqa varmı? 3 olsa, buna 3 olsa, onsuz da yerin dəyişmənin çox da önəmi yoxdur. Ha, A-nı B-yə vurmuş ya da B-ni A-ya vurmuş. Çox da bir şey olmayacaqdır. Bu ikisi. O zaman 2, 3 və 6. 2, 3 və 6. Bunların cəmi neçə eləyəcəkdir? 11. 2, 4 və 8. Bunların cəmi neçə eləyəcəkdir? 12, 14. Demək ki, 11 və 14 adı altında bunlar iki fərqli qiymət alır. Demək ki, A ya da B. A və B rəqəm olduğundan 0 və 1 qiymətini verəmədikdə 0 olsa avtomatik 2 qiymətin olacaqdır. 1 olsa da yenə də problemlə yaşayacağıq. Sadəcə bunlar olmuş ola bilərdi. Daha sonra bir dənə ifadə verilir. Daha doğrusu 2 dənə bərabərlik verilir və deyir ki, bunun ən böyük və ən kiçik qiymətləri nələr olmuş ola bilər? Nədir onlar? Deyir ki, əgər 4A üstəgələk B üstəgələk C bu 61-dirsə, daha sonra verilir A üstəgələk 4B və C. Bu da 28 olarsa, ABC fərqli müsbət tam ədəddir. Fərqli pozitiv tam sayı, fərqli müsbət tam ədəd. Bu suallar ən son Türkiyə olimpiadalarında düşən suallardan seçmələrdir. Sizə özəl seçdik. Fərqli müsbət ədədlərdir. Aha.
Bir de tamı da yazaq, ayıb olmasın, tam ədədlərdir. Tam ədəd olmasa o zaman işin içərisindən çıxamarıq. Bizə nə deyir? Deyir ki, o zaman C-nin ala biləcəyim ən böyük və ən kiçik. Ala biləcəyi ən böyük və ən kiçik. Nə ola bilər? Yəni, tam ədəddirsə, demək ki, tam ədədi araşdıracağıq. Məndə 2 dənə bərabərlik varsa, mən ikisi haqqında heç bir şey deyə bilmərəm da, məcburən neynəməliyəm? Bunların sayını biraz azaltmalıyam da, düzdür? Azaltmalıyam deyəndə, yəni 2 dənə həm C burada var, həm də o tərəfdə var da, avtomatik olaraq mən neynəyəcəm? Məcburən bir dənə eləyə bilərəm. Ya bunları tərəf-tərəfə toplamaq, şansımı yoxlayıram da, yəni şans yoxlamaq ayıb deyil ki. Ya da tərəf-tərəfə çıxaram, yəni hər ikisi halı yoxlaya bilərəm. Məsələn, bunları tərəf-tərəfə toplayanda nə baş verəcəkdir? Buradan 4A var, burada da A var. 5 dənə A olsa, yaxşı. Burada B var, burada da 4B var, burada da 5 dənə B var. Sonra burada da C var, burada da C var. Bunlara da 2 dənə C demiş olsaydıq, 61 ilə 28. Neçə eləyəcəkdir? 9, 8, hə? 89. Yaxşı. Nə işimə yaramadı? Yəni, elə bir işim olmadı. Bir də çıxmağımızdan yoxlayaq. 4A-dan A-nı çıxsam, 3 dənə A eləyəcək. B-dən çıxsam 4B-ni, mənfi 3B eləyəcək. C-dən C-ni çıxdım, bu 0 elədi. 61-dən də 28-i çıxırıq. Neçə eləyir? 61, 11, 8, 33, 3, hə? 33. Düzdür. Sonra bunun hər tərəfini 3-ə bölsəydik, nə qalacaqdı? A-dan B-ni çıxanda 33-ü 3-ə böldüm, 11. Aha, bu azmaz işimə yarayacaq. İndi mən nə edirəm? Deyirəm ki, A ilə B tam ədəddirsə, C-nin indi ən böyük. İndi burada C-nin ən böyük olması üçün və ya burada ən böyük olması üçün çalışacağım ki, burada A-ya və B-yə ən balaca qiymətlər verim də və fərqləri də 11 olmalıdır. Yəni, A-ya mən fərqləri 11 olan B 0 olmayacaq, müsbətdir çünki 0 müsbət olmadığına görə. Nədən başlayaram? 12, 1 verərəm. 1-nə 12, B-yə 1 verərəm. Düzdür? A-ya 12 versək və B-yə 1 versək. O zaman bunu burada yerinə yazıb C-nin qiymətini alıram. C-ni tapıram. Bəs görəsən digər variantlar. Bu 13. Məncə bunu 13, bunu 2 götürsək, belə bir şeyin ödəyib ödəməyəcək, böyük ehtimal ki, ikisində eyni anda ödəməyəcəyinə görə. Digərinə, hə? Müəllimə nə dediniz? 14. Heç nə. Əvəzləmə ilə yazmaq olardı onu, hə müəllim? Əvəzləmə ilə yazmaq olar. A bərabərdir 5/11. Sonra həmin əvəzləməni yuxarıdakı rəqəm qoyuram da. Rəqəm qoya-qoya getməyə çalışıram. 14 və 3. Yoxlayıram hər ikisində. 12 və 1 niyə ödəmədi? 12 və 1 ödəyir. Niyə ödəmir? 12 və 1 ödədi. Fikirləşirəm ki, ən böyüyü elə o olacaq da. Çünki 5 vur A plus B, üstəgəl 2C bərabər 89-da C-ni ən böyük istəyiriksə, onda A plus B-nin ən kiçik qiyməti olsun. A plus B-nin ən kiçiyi də elə 13 olsun. Orada C-yə məncə tam düşür də, orada natural qiymət düşür. Yəni Siz 12 ən 1 kiçiyini olanda araşdırırsınız elə. 12 və 1 olanda ən böyük qiyməti tapırıq. Yəni mən burada A-ya 12 verirəm, B-yə 1 verirəm. Buradan tapdığım C ən böyük olur. Bu cür. Sonra niyə məsələn tutaq ki 15 və s. bunları da verib bir yoxlayarsınız. Amma 13 2 verəndə baxın görün ödəyirmi hər ikisində. Çünki bizdə 2 dənə verib də, yəni bunu da ödəyəm, bunu da ödəyəcək. Məncə müəllim, növbəti hal üçün nə fikirləşməliyik? 5 vur A plus B üstəgəl 2C bərabər 89-dur. 89 təkdir, 2C cütdür. 5 vurulsun o ifadə də tək verməlidir. Onda A plus B-nin tək qiyməti. 89-a ən yaxın olduğu tək qiymət 85. A plus B cəminin nə olduğunu heç baxmayaq. 89 çox 85 4, 4/2 2. C-nin ən kiçiyi 2, ən böyüyü də bayaqları 5 vur 13 65, 89 çox 65/2. Aha. Yəni demək istədiyimiz nədir müəllimlər? Burada tərəf-tərəfə toplayaraq və ya tərəf-tərəfə çıxaraq dəyişənlərin sayını azaldaraq, ancaq o şəkildə
mühakimə ilə getmiş ola bilərik. Bir də 6-cı sinif sualı olaraq türklər yazır. Bilmirəm, onlar da 6-da oxuyanlar havada mı uçur? Yazır ki, 6-cı sınıf sorusu. Fermat sayıları deyir burada. Deyir ki, aşağıdakılardan, əslində sual sadədir, çox da böyük bir şey deyil. 2'nin üstündə 2, onun da üstündə n, üstəgələ 1. Bu n doğal sayıdır, yəni n natural ədəddir. Bu şəkildə yazıla bilən ədədlərə, asal sayılara, yəni sadə ədədlərə bu şəkildə yazıla bilirsə, bunlara Fermat sadə ədədləri deyilir. Fermat asalları, Fermat sadə ədədləri. Bizdə Fermat sözündə bu axırdakı t yoxdur, Ferma olaraq keçir. Deyir ki, aşağıdakılardan hansı Fermat sadə ədədi deyil? 7 verilib, 11 verilib, 13 verilib, 17 verilib, 23 verilib. Daha doğrusu Fermat sadə ədədidir. Bir dənəsi burada Fermat sadə ədədidir. Çox da çətin tipli bir sual deyil, amma birazdan mən onu çətinləşdirəcəm. Məsələn, n-ə, baxın bir daha təşkil edirəm, n-ə 0 da qoya bilərsiniz. Tamam, burada qəbul edəcək artıq. Biraz kitab gördük ki, xarici kitabdırsa, bunu da qoyub yoxlayacaq. 2'nin üstündə 0, üstəgələ 1. Bu elədi 2'nin üstündə 0, 1, 2 üstü 1, 2, bir də gəldim 3, 3 yoxdur, nə gözəl. N-ə sonra 1 verəcəyik. 2'nin üstündə 1, üstəgələ 1. Bu eləyəcək 4, üstünə 1 gəldim 5, bu da yoxdur, nə gözəl. Bu dəfə n-ə nə verdi? 1 verdi, bir də 2 verək, yoxlayaq. Üstəgələ 1. Burada 2'nin üstü 2, 4 oldu, 2'nin üstündə 4, üstəgələ 1, bu da eləyir 16, bir də gəldim 17. O zaman deyəcəyik ki, buradakı 17 Fermat sadə ədədidir. Belə bir sual. İndi bunun şeyi nədən ibarətdir? Bunu deyim. Birincisi, Ferma ilə Leonard Euler ilə Pierre Fermat. Bunlar təxminən aralarında 70-80 il, 100 ilə yaxın bir məsafə var. Və Fermat deyir ki, 2'nin üstündə n plus 1. N'in bütün qiymətlərində bu sadədir demişdim. Sonra Leonard Euler bir 70-80 il sonra n'in 5 qiymətində, yəni 2'nin üstündə 5 verəndə 2 üstü 5, 32, üstəgələ 1. Bunun 641'ə bölündüyünü göstərdi və Fermat'a biraz ayıp bir şeylerdi. Yəni Fermat'ı sındırmış oldu. En bərabər 5 olanda bu sadə ədəd olmurmuş. 0 verəndə gördük ki, olur, 1 verəndə olur, 2 verəndə olur, 3 verəndə oldu, 4 verəndə oldu, amma 5 verəndə olmurmuş. Və o vaxtda da kalkulatoru yoxdur, nə bilim, heç bir şey yoxdur. Adam oturub bunu bir bölüb, nə qarif yoxsa axşam yuxuda mı görübdü, 641'ə bölündüyünü göstərdim. Hə, indi demək istədiyimiz nədir? Demək odur ki, Leonard Euler və Pierre Fermat, baxın, Fermatın son teoremi hətta vardı. Dünyanın ən məşhur riyaziyyatçısı belə Fermat 100 ilə yaxın yer kürəsindəki bütün riyaziyyatçıları aldatmış oldu ki, mənim dediyim bu doğrudur. Ona görə də neynirlər? İnduksiya ilə ispat üsulunu qoyurlar ortaya və belə bir sualla başlayaq. İnduksiya qısa bir deyəcəm, narahat olmayın. Deyir ki, ispat edin ki, 2'nin üstündə n, üstəgələ 1, n-ə də bir dənə şərt qoyaq, 2'dən böyük bərabər olsun. Bunun axırıncı rəqəmi hər zaman 7'dir. Axırıncı rəqəmi 7'dir, hər zaman. 2 qoyanda ödürmü? 16, 17, hə, tamam. Demək ki, 1'də olmurmuş. 2 və 2'dən böyük. Bunu induksiyanın ispat eləməyə çalışaq. İnduksiyada da məlumat neçə addım var idi? 3 dənə addım var idi da, düzdür? Bax, 3 dənə addım idi. Aha, birincisi addım nə idir? Ürəyimizin Birin doğruluğunu göstərirdik, 2'ni qəbul edirdik, 3'ü yoxlayırdik. Ürəyimiz psixolojikdən rahat verir. Neyinidik? Elə belə 2 dənə, bir dənə qiymət verir. Görüm, ay Allah, həqiqətən də bu düzmü? Yenə bir 2 verirəm. 2 üstü 2.
4, 2 üstü 4, 16 plus 1, 17 olur. Hə, axırıncı rəqəm 7-dir. Yenə 3 verdim, yoxladım. 2 üstü 3, 8, 2 üstü 8, 256, bir də gəldim, oldu 257. Hə, axırıncı rəqəm yenə 7-dir. Vəsə, ürəyim psixolojiklə rahatladım. İnşallah düzdür. Və ikinci addım, n bərabərdir k götürərək, n bərabərdir k 3-ün doğruluğunu fərz edirəm, qəbul edirəm. Nə deyirəm? Deyirəm ki, 2-nin üstündə k, üstəgələ 1. Bunun axırıncı rəqəmi 7-dir. Mən bunu doğruluğunu qəbul edirəm. Axırıncı rəqəmi 7 olan ədədləri, bütün yer kürəsindəki bütün ədədləri belə yaza bilərəm. 10p üstəgələ 7 şəklində. Bu şəkildə yazıla bilər, yoxsa yox? Hə? Yaza bilərəm, düzdür? Bax, bunu doğru kimi qəbul edirəm. Doğru. Sanki. Doğru kimi qəbul elədim. Və üçüncü addım nə olurdu? N bərabərdir k plus 1 üçün ispat eləyə bilsəm, əlimdə cəmsi bir dənə malzəmə var, o da ikincidir. Yəni, nə olur olsun, bu ikinciyə əsaslanmalıyam, yoxsa batdıq. N bərabərdir k plus 1 üçün bunu ispat etməyə çalışıram. O zaman nə olur? 2-nin üstündə harada n gördüm, götürüb yerinə k plus 1 yazıram ki, bizdə bir dənədir və üstə gələk 1. Yaxşı. İndi mən bunu ispat eləməliyəm ki, bunun axırı 7 ilə qurtarır. Və əlimdə cəmsi bir dənə, baxın, bu ikinci var. Başqa da yoxdur. Mən söhbət elə fırlamalıyam ki, bu ikinci oxşasın. Yoxsa eləyənmərəm. Mən burada, bu plus işarəsi var ya, baxın, burada plus işarəsi var. Onu belə yaza bilərəm. 2-nin üstündə k, vuraq, 2-nin üstündə 1. Bu şəkildə ayırdım. Sonra deyirəm ki, bunu da belə elədim. Bunu da belə elədim. 2 ilə bunu ayırdım. Sonra deyirəm ki, burada 2-nin üstündə k var. Bu 1 ilə 6-nı, 7-ni belə, 1-in 7-ni aparsaydım, burada 6 qalacaqdı, düzdür? O zaman 2-nin üstündə 2 üstü k olacaqdı 10p plus 6. Onu gətirirəm, burada yerinə yazıram. 10p üstə gələk 6. Burada da 2 var. 2-ni də yazdım. Nəyə yaddan çıxıbdır? Baba, bu 1. Allah bəlasını versin. Bax, bu 1 yaddan çıxıbdır. Bunu yaddan çıxartmırıq. Bunu vurub atanda nə olur? Bu eləyir 100 dənə p-nin kvadratı. Üstə gələk. 62-yə də vurdum 120p. Üstə gələk 6-nın kvadratı 36. Bir də gəldim 37. Onu da 30 plus 7 kimi yazdım. Burada da 0 var, burada da 0 var, burada da 0 var. O 0-ı çıxartdım ötərizin qırağına. Yerdə qalanlara bir dənə patlıcan dedim. Üstə gələk 7 də qaldı burada. Aha. Nə aldım? 10p plus 7. Biraz əvvəl biz nə dedik? Dedik ki, axırı 7 ilə qurtaran ədədlərin bu ümumi yazılış qaydasıydı da. Demək ki, n bərabərdir k plus 1 üçün də göstərdik ki, hər zaman, baxın, buradakı fəlsəfi şey nədir? O, yəqin ki, orada, burada, Instagramda, nə bilim, TikTokda o domino daşları var. Birinə vuran kimin tak o cür gəlir. Yəni, əgər n bərabərdir k doğrudursa, yəni n bərabərdir 5 üçün doğru qəbul edib 6 ispat elədiksə, avtomatik 6 7-ni, 7 8-ni, 8 9-u, 9 10-u ta qiyamətə qədər doğru çıxardacaqdır. Yəni, bunun fəlsəfi şeyi budur. Buna nə deyirlər? Deyirlər, tam induksiya metodu 3 dənə atdım. Buna aid də qəşəng, çox maraqlı. Əslində, riyaziyyatın ən ana ispat üsullarından birisidir. Şəşə bunu da daha çoxlu suallarla eyləmiş ola bilsək. İndi yenə sadə ədədlər və qarşılıqlı sadə ədədlər bu tipli sual görmüşdük. Amma yenə də bir dənə daha eləyək. Deyir ki, 2x minus y və y plus 3z. Bu ikisi qarşılıqlı sadədir. 4x, 5y, 9z bu sıfırdırsa, 2x ilə 3z toplamı kaçdır? Yaxşı. Bu tipli suallarda nə edirdik? Erşən müəllim, nə qaydada bu tipli suallarda demişdik ki, nə olur olsun, bax, bu və bu. Mən bizə bir dənə bir şey verib də, burada bu ikisinin heç birini görmürəm. Nə bunu görürəm, nə də ki bunu görürəm.
Amma bir dənə verilən budur. Bunu boş veririk. Bu lazım deyil. Orada birincini Baxın. 2-yə, ikincini Aha. 3-ə vuranda bir əlaqə yaranacaq mənə. İndi mən belə bir şey təklif edirəm ki, görəsən məndə baxın bir dənə əlimizdəki malzemə budur da. 4x minus. Burada elə hoks eləməliyəm ki, hər ikisi burada görünmüş olsun da. Yoxsa problem. Mən deyirəm ki, bax 4x-i yazdım. Yazdım mı? Yazdım. Sonra bu 5y-i ayıra bilərəmmi sizcə? Nə cür ayırıram? 2-ni buraya yazıram. 3-ü də buraya yazıram. 2y, 3y, mənfi 5y eləyəcəyimi eləyəcək. Burada da 9z-i yazdım. Və salam. 99% bitdi. Və mən bu ikisindən mötərizənin qırağından nəyi çıxardım? 2-ni çıxartdım. 2x minus y qaldı mı? Qaldı. Bunu da burada görürəmmi? Görürəm. Və hər ikisini sağ tərəfə tulladım. Burada nə qaldı? 3y üstə gələk 9z. Burada mötərizənin qırağına kim çıxacaqdı? 3. İçəridə nə qalacaqdı? Y plus 3z qaldı. Bunu da eynisini burada görürəmmi? Və salam. Bunu buna böləndə 2x minus y bölünmüş y plus 3z. 3'ü də 2-yə bölməliyəm. 3'ü də böldüm 2-yə. Avtomatik olaraq nə deyirik? Deyirik ki, əgər bundan bu, yəni bu ikisi qarşılıqlı sadədirsə, 2 sadədir, 3 ilə 2 də qarşılıqlı sadədir, o zaman nə deyirik? Surəti surətinə bərabər ola bilər, yox, olmalıdır. Bu da buna bərabər olmalıdır. Y plus 3z 2 olmalıdır. Mən nə qayırım? Allah xoş gəlsin. Elə tərəfə toplayanda təxminən bu çıxır da, düzdür. Mənfi müsbət gedir. 2x-dən 3z qalır. 3 ilə 2-ni toplayanda da 5. Hə, bunu verməsəydi, bəs başqa bir şey sorursaydı, məncə soruşmaz. Çünki dəyişənlərin sayı verilənlərin sayından çox olacaqdır və işimizə yaramayacaqdır. Biz orada lap x-dən y-i istəsəydi, 2x çıx y bərabər 3, y plus 3z bərabər 2 sistem fənli həll edib yenə cavab tapırdıq da məncə. Qarşılıqlı sadədir şərtinə görə. Yəni orada k hasili söhbəti yoxdur bu sualda. Aha. Bəli. İndi burada əsas yazmaqda şey nədir? Sadəcə kəsr şəklinə oxşatmağa çalışdım ki, yəni a bölünmüş b bərabərdirsə, c bölünmüş b-dirsə, a ilə b qarşılıqlı sadə, c ilə d də qarşılıqlı sadədirsə, o zaman surətinə məxrəcinə bərabər olmalıdır, ola bilər. İndi bir dənə də möhtəşəm sual gəlir. X ilə y deyir ki, daxildir belə bir z. Tam ədəd, müsbət demir, sağ olsun. Deyir ki, x minus 6 bölünmüş y bərabərdir x bölünmüş x plus 5 olarsa, bu bərabərliyi ödəyən neçə dənə x, y cütü var? Aha. Burada kərəmi anlamaq tutdum. Bu tipli suallarda biz nə edirdik? Bu tipli suallarda tam ədəd vermiş mi? Hə, vermiş. Ayşıl. Nə cür deyildi buna? Diofant tənlişlər, düzdür? Mən burada, daha da kəsir var da, kəsirdən canım qurtarım. Y-i tapmağa çalışaq ondan. Bəli. Sonra tam kvadratı bölərik x-ə. Y-x vurdum. Bunu da buna vururam. X minus 6-nı vururam. X plus 5'e. Yəni vuraq da. X-ə vurdum. X-in kvadratı plus 5x. 6-nı x-ə vurdum. Çıxaq 6x. Çıxaq 6-nı 5'e vurdum. 30. Burada nə qaldı? X-in kvadratı çıxaq x. Çıxaq 30. Qəşəng. İndi y. Bax, buradan x-i də buradan silib bunun məxrəcinə gətirə bilərəm. Y tək qaldı. Ayrı məxrəc verəndə bundan bu gələcək qalacaq x. Çıxaq. X-i x-ə böldüm 1. Çıxaq 30 bölünmüş x qaldı. Düzdür? Əssalam. Tam ədəd deyir. Mənfi müsbət demir ki, o zaman keyfim yerində. Niyə? Çünki heç bir yerdə ilişməyəcəm da. O zaman x-in, baxın buradakı x-in 30'un böləni olmalıdır. Düzdür? Yəni hər bir x-i burada yenə yazanda 30 ona bölünməlidir. İndi mən nə edərəm? 30'u necə vuruqlarına ayırırıq? 2'yə, 3'ə və 5'ə. Düz ayırdın mı? 2, 3, 5. Düzdür? Aha. Sonra nə edirik burada?
Üstlərinə 1 əlavə edildi. Bax, N bunlara plus 1, N plus 1, K plus 1, 8 natural, 8 mənfi, 16 tam bölən olacaq. Deməli, 16 dənə, baxın, bunlara 1 əlavə elədik və bir-birinə vurduq. 1 əlavə elədik, 1 əlavə elədik. Müsbət bölənlər, indi bizdə bunu deyirsə, mənfi 5 də ola bilər, müsbət 5 də ola bilər. Və tutaq ki, bu düsturu bilmirik, rəqəm qoyaraq 30 dəyə bölünür. 1 ola bilər, mənfi 1, 2, mənfi 2. Bunların hamısını saymağa çalışırıq. Yaxşı. İndi gəlirik hara? Deyirik ki, biraz daha fərqli sual gələcəyində 2000 faktorial 2000 faktorial adlı bir ədədimiz var. 2000 faktorial. Deyir ki, bunun sonunda, axırında mən bunu normal dədə-baba qaydası kimin bir ədəd kimin yazsam, neçə dənə sıfır var? 5-ə bölə-bölə gedək. 2000 böl Neçə dənə 5, sıfır var? 2, 400, Deməli, 400 böl 5, 80. bu tipli suallarda nə edəcəyik? Bax, baba nida işarəsi olanda sıfırların sayı, sıfırlar nə zaman ortaya çıxır demişdik? 2 vuraq 5-lərin sayından ortaya çıxır. İndi mən 2-lərin sayını tapacam, bir də 5-lərin sayını. Amma deyirəm ki, 2-lər maşallah Məryəm Azar kimin doludur da. 2-lər doludur. Bütün ədədə vuruqlarını ayıranda 2 daha çox qabağımıza çıxır. Ondansa 5-ləri tap bəs eləyir. Gəldi ikinci sual. Bəs 5-lərin sayını necə tapırıq? Qaydası budur. Həmin ədədi götürürəm, burada veriləni 5-ə bölürəm. Neçə düşür? 400. Düzdür? Buranı heç bir məni maraqlandırmır. Sonra 400-ü təzdən 5-ə bölürəm. Nə qədər düşür? 80. Düzdür? 80-i təzdən 5-ə bölürəm. Nə qədər düşür? 16. 16-nı təzdən 5-ə bölürəm. Nə qədər düşür? 3 dəfə. Düzdür? Bu artıq 5-ə bölünmür da. Stop. 480, 16 və 3. 480, 16 və 3-ü götürüb toplayıram. 480, 96, 3-də gəldim 99. Yəni 499 dənə 0 olacaq. Yəni 0, 0, 0, 0, 0, 0 belə sayında baxılır ki, 499 dənə həmin ədədin axırında sıfırlar olacaq. Yaxşı, bunu bildik. Burası qəşəng. Əla. İndi biraz daha işi mürəkkəbləşdirək. Mürəkkəbləşdirək deyəndə bir balaca şey eləməyək. Sadə suallardır onsuz da. Sadəcə fərqli şəkildə verilib. Deyir ki, 1 vuraq 1 faktorial. Üstə gələk. 2 vuraq 2 faktorial. 3 vuraq 3 faktorial. Plus 45 vuraq 45 faktorial. Bu deyir ki, x adlı ədəddirsə, x-in axırında, x-in axırında neçə 9 var? Aha. Burada çərəmə ağlamağı tutdum. Nə varıq? Allah xoş gəlsin. Yəni, demək istədiyi odur ki... 9 üçün 10 çıx birlər, bəlkə sıfırları yenə sayaq, bir çıxma ilə əlaqələndirək. Amma, mən bunu bağlaca ada balasına oxşatmalıyam da, düzdür? Çünki belə 45 vura 45 faktorial hamısını bir-bir eləməsəm daha qəşəng olar. Sadələşdirməni də görəsəm mən nə edə bilərəm? Belə bir cümlə Onun deyirəm. üstünə müəllim 1 faktorial, üstə gəl 2 faktorial, üstə gəl 3 faktorial, üstə gəl 45 faktorialı gəlib tərəf-tərəfə çıxa bilərik. 1 var, bu biri. Mən onu yazıram, 2 çıxaq 1. 2-dən biri çıxanda 1 eləyir, eləyir. 1 faktorial qaldı. Bu 2-ni yazıram, 3 çıxaq 1. 3-dən biri çıxanda 2 eləyir, eləyir. 2 faktorialı yazdım. Bu 3 var, onu nə cür yazıram? 4-dən biri çıxsam 3 eləyərmi? Yazdım. 3 faktorial qaldı. Üstə gələk. Dıngılı gəldik. Baxın, bu 45-i nə cür yazıram? 46 çıxaq 1. Yazdım. Nə işmə yarayacaq bilmirəm. Amma ümid edirəm ki, nəsə bir iş ortaya qoyacaq.
Yazımsa demək ki, vurub açmalıyam da, düzdür? Vurub açanda nə olur? 2-ni vurdum 1-ə, 2 vuraq, 1 nida. Çıxaq, 1-i də 1 nidaya vuranda nə olur? Elə 1 faktorial, düzdür? Sonra 3-ü vurdum 2 nidaya. Çıxaq, 1-i də buna vuranda elə 2 faktorialın özü qaldı. Üstə gələk. 4-ü vurdum buna. 4 vuraq, 3 faktorial. Çıxaq, 1-i də buna vuranda elə 3 faktorial qaldı. Düzdür? Gəldik. Ən axırda nə qaldı? 46 vuraq 45 nida. Çıxaq, 45 faktorial. Burada da 2 vur 1 faktorial, onsuz da 2 faktorialdır. O 2 faktorialla islah olunur. 3 vur 2 faktorial, 3 faktorialdır, 3 faktorialdan Bakın bunu istədim. Bu 2 faktorialdır da 1 vuraq 2 oldu 2 faktorial. Çıxaq. Bu 1 faktorial qalsın. Üstə gələk. 3 vuraq 2 faktorial. Nə deməkdir? 3 faktorial deməkdir da. Düzdür? Çıxaq. Burada da 2 faktorial qaldı. Üstə gələk. Bu nədir? 3 faktorial 1-dən 3-ə qədərdir. 4-də var. Oldu 1-dən 4-ə qədər. Yəni 4 faktorial. Çıxaq. 3 faktorial. Üstə gələk. Gəldi axırda. 46 vuraq 45 faktorial. Yəni 45 faktorial 1-dən 45-ə qədər. 46 da oldu. Oldu 46 faktorial. Çıxaq 45 faktorial. Yaxşı. İndi görəsən hansıla gedəcək və hansı qalacaqdır? Mən Hər çıxma olanın qabaqda müsbəti var. Demişdim ki, nə olur olsun, bu tipli suallarda 1 burada 3-də qurtarıbsa, siz nə olar? Burada 4-ü 5-də yazın. 45-də qurtarıbsa, nə olar? 44-dən 43-də yazın ki, daha dəqiq hədəfi görmüş olaq. Yaxşı, bax bunlar getdi. Bu getdi. Bu müsbət, bu mənfi. Bununla da hamısı gedəcək. 45 faktorial da gedir. Gedəcək. Qalacaq bax bununla bu. 46 faktorial çıx 1. 46 nida çıxaq 1. 1 faktorialda elə 1 kimi yazıram. Düzdür? 46 faktorialda neçə nə 0 varsa, o qədər sayda da 9 olacaq bizdə. Bəli. Demək ki, bu ədədin mən məyərsə axırındakı 9-ları tapıram. 100 ədədim varsa, bundan 1 çıxsam, neçə dənə 9 olur? 2 dənə. Yəni 2 dənə 0 varsa, 1 çıxanda 2 dənə də 9 qalır. 1000 varsa, 1 çıxdım. Nə qədər qaldı? 3 dənə 9 qaldı. Yəni sıfırların sayı 9-ların sayı deməkdir. Əslində mən oturub 9-ları hesablamıram. 1 çıxanda onsuz da 9-lar ortaya çıxacaq da. Yəni bu ədədin axırında neçə dənə görəsən 0 var ki, mən 1 çıxanda o qədər də 9-lar qalacaq. Biraz əvvəl nə dedik? Dedik ki, mən sıfırların sayını tapmaq üçün 2 vuraq 5-lər, 2-lər də onsuz da doludur. 5-lərdən getməyə çalışaq. Götürürəm bu 46-nı, 5-ə bölə-bölə gedirəm. 46-nı 5-ə böldüm 9 dəfə. 9-u 5-ə böldüm 1 dəfə. Düzdür? Bax 1 5-ə bölünmür, düzdür? Vəssalam. Bax bu hissələr bizə lazım deyil. Bax bunlar 9 və 1. 9 ilə 1-i toplayıram. Bu eləyir 10. Yəni bunun sonunda 10 dənə 0 olduğuna görə 1 də çıxsaq 10 dənə də 9 olmuş olacaq. Qəşəng. Xoşum gəldi. Qəşəng. Matematika bu. Hə, indi problem nədir? Uşaqlar nə deyəcəklər? Müəllim, orada niyə 5-ə bölə-bölə gedirik? Xeyir demək. Kim kəşf elədi onu? Hardan çıxdı? Niyə çıxdı? Ba. Dua elən ki, uşaqlar elə bir şey verməsinlər. Ya versələr? Eşə müəllim, versələr nə verəcəyik? Əvvəldən bilmək lazımdır da. Tutaq ki, nə bilmirsən də? Söhbətində təfirləyəcəyik. Bax, pedagogikanın bayaqları şey oxudum. Qoy, onu da deyim. Pedagogika nə deməkdir? Mənim birinci 5-ə bölmə 5-in bölünənləri üçündür. İkinci 5-ə bölmə 25-in, üçüncü 5-ə bölmə 125-in. Məncə onunla əlaqələndirilən bir şeydir. 5-ə ona görə belə gedir. Araşdırmaqda fayda var. Hər gün uşaqlar üçün çətin olacaqdır. Yəni 6-cı, 7-ci siniflərə ehtiyac yoxdur. Valla budur. Hələ o müsbət bölənə niyə üstəkiləri götürüb 1 əlavə edirik? Hələ nə bilim, o müsbət bölənlərin... O induksiya ilə göstərmək olur 5-lərə, amma sonra yox. Tamam. İndi bir də bu var da, mən
Bunu deyərkən, tutaq ki, mövzumuz budur. Bunu deyərkən buna getdim. Bunu izah eləyəndə qabağıma uşaq bir sual verdi, buna getdim. Bunu izah eləyəndə bir uşaq sual verdi, içində başqa bir tema keçdi, bura getdim. O zaman mən bədbaxt 1:45 dəqiqə hansını izah edib qutara biləcəyim ki? Yəni bir yerdə stop eləmək lazımdır qısacası. Deyir ki, pedagogika bizə əslində pedagogika nədir? Deyir ki, pedagogika payda, bir də qoqo. Hə? İndi normalda bu Yunan latında, indi Yunan da böyük bir ehtimalla payda indi deyirlər ki, Həzrəti İsa'ya Allahın oğlu, Allahın uşağı. Yəni bu həm oğul, həm uşaq. Biz pedagojika olaraq uşaq götürürük. Qoqo da ötürən deməkdir, uşağa ötürən. İndi Newton deyir ki, sən niyə görə bunu uşaq kimi deyirsən ki, oğul kimi, niyə Həzrəti İsa'ya Allahın oğlu deyirsən ki, bu Yunan dilində qul da deməkdir da, qul, ötürən qul. Ötürən qul, deyil mi? Çox pis oldu, bax bu. Bunu kəşək görməsəydim. Qul, xidmətçi. Bax, problem orada. Yaşamalım. O vaxtda da bu pedaqoqlara icazə vermirdilər ki, uşaqlara tərbiyə haqqında bir şey desinlər. Sadəcə uşaqlara nəzarət falan filan, zənginlər 5 min, 10 min il bundan qabaq nədirsə, icazə vermişlər ki, uşaqlara pedaqoqlar nəsə öyrətsin, özlərini aşağılanmış kimi düşünülmüşlər. İndi də tam o dövrdəyik. Bax, payda pedaqoq, ötürən qul. Baxın, yəni, bilmirəm, hansı mənada istifadə ediblərsə artıq. 2023 faktorial. Çıxaq 2001 faktorial. Çıxaq 1. Bu ədədin axırında neçə dənə 9 var? Aha, bunu da incələyək. Daha sonra fərqli sorulara baxarıq. Evet, Allah xoş gəlsin. İkinci ədəddəki sıfırların sayı qədər ola bilər 2001-də. Mən təşrif edirəm ki, hansı böyükdür? Bu böyükdür, yoxsa bu? Məncə bu böyükdür, düzdür? Bunun axırında olan sıfırların sayı bundan çoxdur da, düzdür? Yəni, bunda gələcək, tutaq ki, bu qədər. Bunda biraz az olacaqdır da. Tutaq ki, bura qədər gəldi, başqa bir ədədlər var. Yəni, buradakı sıfırlar əsas önəmli rol oynayacaqdır. Çünki digərləri sıfıra çevrilmə şeyi yoxdur, deyil mi? Yəni, qısacası bunları tapmağa çalışırıq. 2001-dəki sıfırların sayını tapmağa çalışırıq. 2001-i nə edəcəyik? 2-yə bölürük, yoxsa 5-ə? Götürürəm, 5-ə böldüm. Nə qədər düşəcək? 400, düzdür? 400. Bunu da bura yazmırıq. 400-ü təzdən 5-ə böldüm. 80 idi, düzdür? Onu da 5-ə böldüm. 16. 5-ə böldüm. 3. 3-də artıq 5-ə bölünmür. Qalan bir divarı hördük. 480, 16 və 3. Bayaqlar neçə eləmişdim? 499 eləmişdi. O zaman demək ki, bunun axırında 490, yuxarıda isə daha çoxdur. 500, 600 nə qədərsə Allah bilir. Bu neysə bu qədərdir. Yəni, hamısı bundan asılıdır. Bu qədər sıfır varsa, bu qədər sıfır çıxacaq. Bu ikisindən, ondan da biri çıxanda 499 dənə 9 qalmış olacaq. Yəni, bu qədər bu var. Düz dedim. İndi bir dənə daha buna aid bir sual görəcək. Sual nədir? 50 faktorial vuraq 50. Faktorial vuraq n faktorial. Deyir ki, bunun axırında 15 dənə sıfır var. 15 dənə sıfır var. N'in ala biləcəyi qiymətlərin cəmi. Əli müəllim, buradasınız.
Allah verdiyev. Bəli, bəli, buradayım. Açsın. Orada yeyişmez sesi senden mi gelir? Ne yersen Yox, etsin. məndən deyil. Kurban kestiyiz Borşadan. Valla mən biraz fərqli şəhərdəyəm. Buralarda hələ ki balıq yeyirik. Balık Şey deyil, kestiyiz. Balıktan da kurban olar yoksa ne terim? belə olmaz. Hə, inşallah görüm, qaydanda görüm kəsən varsa yeyərik inşallah. Buralarda biraz heyvan kəsmək icazəli deyil. Ona görə Niye? sıxıntıdır. Neyle şunlar? Deyirlər güya heyvana əziyyətdir də heyvan tokla öldürürlər. Tokla? Hə, yəni belə Ondan, şeydə dövlət özü kəsir, sadəcə insandan kəsməyə ondan falan icazə lezzet yoxdur. alır heyvan tokla olanda. Bende var. Ölmemişik bilmirikdən. 50 faktorial vuraq n faktorial. Ne diyor sualda? 15 tane sıfır var. Hardan başlayaq? Allah xoş etsin. 50 faktorialda Birinciye- neçənlə Aha. 5 0 var. Onu Bir de tapaq bir birinci. de yani sualın birinci giriş Belə də eləməliyik. demək olmalıdır Bir evvel ki, girək başımıza ne gelir? 5 50. Götürdüm, bölürəm 5'e. sıfırla 12 dəfə mi eləyəcək, hə? Yox, 10 dəfə. 10'u 5, 50, 10. Onu təzdən tap, mən də buranı hesablayacaqdım, ha. İndi də Onu böldüm bir 5'e. sıfır olmalıdır ki, 2. ümumilikdə. Düzdür? Stop. 10 ve Burada 2 də var 2. ki. Yani 12 dənə burada 0 var. Ay, Bunun axırında üç dənə də 12 dənə 0 var. Aha, bizdə isə 15 dənədir. Əgər bunda tutaq ki 100-dədirsə, 2 dənə 0 varsa, 5 dənə olmaq üçün obisində də 3 dənə olmalıdır da, 1000 olmalıdır. Yəni bunda da axırında 3 dənə 0 olmalıdır ki 15 dənə 0 elə. İndi yaxşı. 15, Enən nə verim 16, ki 17, axırında 3 dənə 0 olsun. 19, Hə, n 15 olsa 3 dənə 0 15, var burada yoxsa 16. yoxdur? 15'də var. 15, Bizdə 3 dənə 16, 0 var. 17, 18, 19. 20'ye çatmamış. 16'da 3 dənə 0 var. 18, 19. 17'də 3 dənə 0 var. 18'də 3 dənə 0 var. Bir də 19'da. Düzdür? 20 doje çox. Yoxlayaq mı bir dənəsini? Məsələn 16. 16 faktorialda 1-dən 16'ya qədər gedəndə əsas nə çıxır bizə? 2 vuraq 5'lərin sayına. 16'ya gedəndə 1, 2, 3, 4, 5. Sonra qabağımıza gələcək 10. 10 da 2 vuraq 5. Bir də gələcək 15. Orada da 5 var. Bax 1, 2, 3 dənə. 16'da yenisi, 17'də də 18'dən 19'da ki, yenidən 5 çıxacaq deyə 3 dənə 0 yox, 4 dənə 0 və s. çıxa bilər. Tamam. İndi bizə nəyi soru verdi ki? N-in ala biləcək qiymətlərin cəmi 15, 16, 17, 18 və 19. Yolla bismillah deyib toplayıram da yəqin ki bunlardan birisi olacaqdır. Bu da belə bir. 17 dəfə 5, 85. Hə, 85 var mı? Hə, var. Yaxşı, bunu da silək. Bir dənə qəşəng sual gəlir. Yaxşı. Bir dənə asan sual eləyək. Ya da eləməyək. Gəldi bura. Deyir ki, bir kənddən və ya şəhərdən digərinə gedən bir avtobus bir kənddən digərinə gedirmiş. Yolun ilk yarısının 40'ından 40 çırmısı, ikinci yarısının 60 çırmısı ilə gedir. Deyir, orta sürəti, ortalama hızı, ortalama sürəti nə qədərmiş? Cavab 45, 48. Yaxşı. 40 saniyə düşünmə fürsətim. Mənim orta sürət
Ümumi yol bölünsün, ümumi zamanla tapılır. Ümumi yolumuz S olsun. Ümumi zamanı tapanda da birinci hissə üçün S bölü 2 bölü 40, üstə gəl S bölü 2 bölü 60. Onun yerinə qoyanda S-lər ixtisar gedir. Bu səhv eləmirəmsə 2V1 V2 bölü V1 plus V2 düsturunun çıxarılışını verir bizə. Amma ola bilər bəlkə də səhv dedim ixtisarı. İndi baxın, bəbəmiz ən çox səhv gedən şey burada. Ümumiyyətlə, orta sürət nədir? Sürət S bölü T-dir də, hə? S ortanı T ortaya böləndə də V ort çıxır da, başqa hiçbir şey çıxmır, deyilmi? Buna harmonik orta deyəcəyik. Niyə? Normalda, bunu qırmızılı eləyək. Yolun birinci yarısı olsun tutaq ki X. O birisi yarısı o da oldu X. Deyilmi? Mən bu ikisini toplayanda bütün yol eləyir. Bölürəm bütün zamana. Yol X 40 ilə gedirdi. Yol X 60 ilə gedirdi. Bunları da toplayıram. Bu da olur orta sürət. İndi baxın, ədədlərin tərsinə olan. Bunlara nə deyirdi? Harmonik orta, deyilmi? Əslində, harmonik ortaya işarəsini vermişdi, amma ona çoxlu isbatlar eləməmişdi. Amma nə demişdi? Harmonik orta bu balacaydı həndəsidən, o da ədədidən, hamısı da balacaydı kvadratik ortadan. Belə. Sonra bununla bunu, sonra bu ikisini, sonra bu ikisini, sonra bu ikisini belə bir-bir isbat eləməliydik. Baxın, x-in x-i topladım, oldu 2x. Sonra burada nə olacaqdı? 40, buraq 60, belə. Burada nə olacaqdı? 40 plus 60 olacaq, düzdür? 40-ı 40-a böləndə 60x plus 60x plus 40x. Belə mi olur? O da bərabərdir. İndi sizcə, bax, 40, 60 belə qalxar surətə 2 vuraq x, vuraq 40, vuraq 60. Burada nə qaldı? 100 dənə x. Buradan x-lər geçsəydi, 2 sıfırlar da geçsəydi, 4-ü 6-ya vuranda 24, 2-yə də vuranda 48 mi eləyəcəkdi? 48. Demək ki, ortalama sürət neymiş? 48. Hə, indi nə zaman şeydir? Əgər yol sabit qalarsa, yol eyni olarsa, yəni sabit qalarsa, sabit. O zaman 2 V1 V2 bölünmüş V1 plus V2. Baxın, elə eyni şeydir daha, düzdür? 2, bax, bu qalxdığı surətə V1 V2 bölünmüş V1 plus V2. Buradan x-lər də eləsəydik, deyilmi? Bu şəkildə olmuş olacaqdı. Bir dənə də sual eləyək. Elşən müəllim, ürəyindən keçdi ki, 60 ilə 40-ı toplam yarıya bölüm 50 olsun, həmən C variantını deyim. Keçdi mi, keçmədi mi? Etiraf edəm. Keçdi. Əvvəl. Ay, məncə sən ürəyini oxuyuram, bax. İndi. Bax, demişdim ki, Türkiyədən çox qəşəng. 12 dənə Türkiyədən kitab gətirmişik. Kimlər istəyirsə, onlara çoxalda bilər. Bir dənə qəşəng asan sual eləyək. B üstə gələk 2C A bölünmüş 2BC üstə gələk A üstə gələk 2C minus B 2AC. Bu bərabərdir A plus B 2C olarsa A'nın kvadratı, B'nin kvadratı, C'nin kvadratı 10 dənə C-nin kvadratı üstə gələk 4 dənə A, B. UIMO 2008 deyir. UIMO nə olimpiyadasıdır bilmirəm. 2008-də düşmüş sual. Cavablar 1 bölək 3, 2 bölək 3, 1, 2, bir də heç sevmədiniz heç biri.
Hə, nə ayraq? Ki, Allah xoş etsin. Toplayacaq da məcburən, hə? Bax, hamısında nə var da burada? Baxıram ki, hamısına BC, AC, AB. Demək ki, hamısını nə edə bilərəm mən? ABC-lərə oxşada bilsəm, bunun surətinin və məxrəcini aya vursam, aya vurdum. AC var, B-im yoxdur, B-yə vurdum. Ki, oxşasın da, bir adam balasına oxşasın. Bunu da C-yə vurum. Hətta 2 dənəsinə də vurum, hə? Daha qəşəng olsun. 2 dənəsinə vuram. Aha. O zaman nə baş verəcəkdim? İnşallah ki, sıfırdan deyil də, yəni bunları yoxlamaya çalışsaydıq. Hə? Eləyərmi? Orta məxrəc nə olacaqdım? 2, A, B, C. Hə? Elə mi olacaqdım? Bunu vurdum AB. Bunu vurdum 2 dənə AC. Çıxaq A-nın kvadratı. Üstə gələk. Vurdum AB. 2 dənə BC. Çıxaq B-nin kvadratı. Yaxşı. Sağ tərəfdə də 2 dənə ABC var onsuz da. 2 dənə AC buradan çıxır. 2 dənə BC buradan çıxır. 4 dənə C-nin kvadratı mı eləyir? Hə, yaxşı. Eləsin də. Necə məsləhətdir? Yaxşı. Yeniyək. Keçdik. Başqa rəngə olsun göy. Nəyə ixtisac edir burada? Heç nə yoxmu ya ixtisac edən? Oy. Nə var? 2BC A-nın kvadratı. Hər tərəfdən bunları aparım mı? Hə? Yaxşı, apardım. AB, AB olsun 2 dənə AB. 2 dənə AC. Qalanları yazaq, sonra axırda baxarıq. 2 dənə BC. Çıxaq A-nın kvadratı. Çıxaq B-nin kvadratı. Burada var 2 dənə AC, 2 dənə BC, bir də çıxaq 4 dənə C-nin kvadratı. Yaxşı, sağda var, solda var. Solda var, sağda var. Nə gözəl. Yerinə qaldı 2 dənə AB. Bu 4C-nin kvadratını bura gətirirəm. Çünki bu ikisi müsbət eləyir. Bu ikisi negativ-negativdir deyə sağ tərəfə tulladım. A-nın kvadratı plus B-nin kvadratı. Niyə? Çünki burada da təxminən buna bənzər bir şey görürəm. Demək ki, onu götürəcəm. Bax, burada bunu götürəcəm. Yerinə bunu yapışdıra bilərəm da, düzdür? 2 dənə AB, üstə gələk 4C-nin kvadratı var idi. Bir də burada oldu 5 dənə C-nin kvadratı. Düzdür? Burada da mötərizənin qırağında nə ayıraq? Kim çıxsa mötərizənin qırağına? 2 çıxsam, bax 4-dən 10-a 2 çıxsam. Buradan 2 dənə AB qalır. 2 dənə AB qalır. Üstə gələk. Buradan 2 çıxdığına görə 5 dənə C-nin kvadratı qaldı. Aha. Bununla da bu komple geçsə, yerinə qalacaqdı 1 bölünmüş 2. Hə? 1 bölü 2. Yoxdur, 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 yoxdur. İnşallah vardır. Heç biri, yəni cavab yoxdur. Bu heç birində kim çıxartdıysa artıq. Все, ekrana bəlbəlimiz istəyirsinizsə skrin götürə bilərsiniz. Və davam eləyək. Bunu sildik. Bir dənə üslü ifadələrlə bir şey verilib. 3-ün üstündə 19 tipində uzun bir ədəd verilib. Deyir ki, n-in ala biləcəyi qiymətləri tapın və ya n-i tapın. 3-ün üstündə 19, 11, 62, 26, 1, n, 67. N neçədir deyə sual verilmiş. Rəqəmdir də yəni. Yaxşı. 3 üstü 19 3-ə bölünür. Belə 9-a da bölünür. 9-a bölünən ədədlər rəqəmlərin cəmindən istifadə eləmək olar orada. Bəli, bəli. Məcbur, deyilmi? 3 və 19. 9 olsa, onsuz da 3-ə də işin içərisinə girəcəkdir. Bax, 3-ün üstündə 19 var, düzdür?
İkinci qüvvətindən etibarən 3-ün üstü 2, 9, hamısı 9-a bölünəcəkdir. Yəni, qısacası bu 9-a bölünən bir ədəddir. 9-a bölünmə əlaməti nə idi? Ədədin rəqəmlərini toplayacağım. 1, 1, 6, 2, bu 2, 6, 1, n, 6 və 7. Bu 9-a bölünməyə məcbur. 1 ilə 1, 2, 8, 10, 12, 18, 19, 25, 32, üstəgələk n. Və bu 9-a bölünməlidir. N-də rəqəmdirsə, məncə bir dənədir daha. Başqa rəqəm varmı ki, 33-ün üstünə nəyisə gəlsən 6-ya bölünsün? Bir dənə hansıdır? 4-dür da, düzdür. 36, 6 nədir lan? 9. 9-a bölünsün, deyil mi? Bir dənə 4. Düz dedim. Yəni, n 4 olsa, bunun rəqəm məncəmin 9-a bölünəcəkdir və bu olmuş ola bilər. Hə, həqiqətən də bu mu? Yəni, demək ki, hesablayıblar da, son 9 dəfə özünü vurublar, yəni. Siz də götürüb 18 dəfə, 20 dəfə, nə bilim, 21 dəfə öz-özünə vuraraq daha fərqli bir sual tipi hazırlaya bilərsiniz. Bir dənə də son sual üstü ifadələrə aid. Bu tipli sual eləmişdik, amma verdim. İndi deyir ki, x, y, z, t fərqlidir, 0 real ədədlərdir. Tam demədi, sağ olsun. 3-ün üstündə x, 5-in üstündə y-dirsə, sonra 3-ün üstündə z, 5-in üstündə t-dirsə, valla mən bu sualı şeydə görmüşdüm, ha, kimisə kitabında görmüşdüm. Hə, nə gözəl. Burada deyir ki, aşağıdakılardan 2009 mat 2 sualı. Mat 2. Belə bir şey verilir və bunlardan hansı doğrudur deyir. X ilə Y-in cəmi Z ilə T-nin cəminə bərabərdir. Bu A variantı. X-dən Y-ə çıxsan, Z-dən də T-nə çıxsan, yaxşı olar. X-dən Z-ə çıxsan, T ilə də Y-ə toplasan, yaxşı olar. X, Y bərabərdir ZT və XT bərabərdir YZ. Yəni, qısacası ümumiyyətlə bu tipli suallarda şagirdlərə hər zaman məncə şeylən ki, birinci sual eləsinlər, daha sonra cavab variantlarına baxsınlar. Cavab variantlarına birbaşa baxmaq bizi şeyləyə bilər. Təklif nə edə bilərik? Müəllimlərimiz tərəf-tərəfə vursaq, 3-ün üstündə X plus Z, 5-in üstündə Y plus T işimizə yaramayacaq. Nəysə eyniləşdirək müəllim. Aha. Məsələn, Burada tutaq ki, birincini 3-ən əsasən gətirirəmsə, Z qüvvətinə yüksəldim, ikincini X qüvvətinə yüksəldim. Nəsə, 3-ləri heç olmasa eyniləşdirək ki, 5-lər də eyni olsun. Bu tipli suallarda biz nə edirdik ən çox? Deyirdik ki, bax, bu T-ni yox eləmək üçün mən nə edirdim? İstəyirəm ki, bu T olmasın da. Hər tərəfi bir bölək T-ninci dərəcədən qüvvəti yüksəldə bilərəm. Yüksəltdim. Bax, bu getdi. Qaldı 5. Sağ tərəfdə də, sol tərəfdə də qaldı Z bölək T. Z bölək T. Yaxşı. İndi burada da 5 var. Baxın, bu 5 ilə bu 5 eyni vətəndaşdır. Bu 5-i götürürəm. Yerinə bunu yapışdırıram. 3-ün üstündə Z bölək T-ni yapışdırdım. Amma və lakin Y-i də unutmuram. Sol tərəfdə də 3-ün üstündə X var. Всё. İnşallah ki, nəsə çıxar. Baxın, bu 3 ilə bu 3 eynidirsə, avtomatik olaraq papaqları da eyni olmalıdır. Bu da Z, Y bölünmüş T. Bunu da çarpaz vursaydıq, XT bərabərdir Z, Y olmuş olacaq. Buradakı yəqin ki, Y variantıdır, deyil mi? Y variantı. Her şey.
Salam. Belə. Bunları screen götürərək müəllimlərimiz daha sonra da baxa bilərsiniz. Yaxşı, qayıtdıq Zoom-umuza. Paylaşımı dayandırdıq. Yaxşı. Şey, müəllimlərimiz buradadır. Ay Allah, Allah nəzərdən saxlasın ya. Evet, müəllimlərimiz hamısı burada. Yaxşı, müəllimlərimiz, o zaman biz yenə mən sizə o kitabları göstərmək istəyərdim. Gələn dəfə yadıma salan o 12 dənə kitab nədirsə, çox belə üst səviyyəli kitablar da var. Kenguru, menguru da var hətta bəzilərinin içərisində. Keşke aramızda birisi olsa da götürsəm müəllim, mən bunu hərəmizə birisini paylaşsam, ondan şəkillərini çəkib PDF halına salsa, sonra qrupa atsa 12 kitab hamısı. Yəni onlara 250 manatdan çox pul verildi ha. 250-300 manat yaxın pul verildi onlara. Amma şəkillərini çəkərək deyirmi, yaxşı olarmı Umay müəllimə? Məsələn, hər bir müəllimimiz birisini götürür. Müəllim, əla olar. Çəkər, yəni bedavadan hər kəsdə bunların PDF-ləri olar da, yəni fırda keçsin, belə kompüterə yükləyin, möhtəşəm qaynaqlarımız olsun. Yaxşı, o zaman müəllimlərimiz gecəmiz xeyrə qalsın. Görüşərik. Hələlik. Sağ Sağ olun. olun, gecəniz xeyir. Ya. Sağ olun müəllim.